Salam əziz şagirdlər. Bugün Riyaziyyat 8-ci sinif KSQ 7 nizamına baxacağıq. Rasional tənliklər bölməsi. Birinci sualdan başlayaq. Tənliyi həll edin. X kvadratı çıxılsın 4. Bir çıxılsın 1 bölünsün x üstəgəl 2 bərabərdir 0-a. Əgər vurma varsa tənlikdə, vurma olan tənlik 0-a bərabərdirsə, hər bir vuruğu ayrı-ayrılıqda 0-a bərabər edirsiniz. Və bir şərt qoymalısınız ki, məxrəc 0-dan fərqli olmalıdır. X üstəgəl 2 fərqlidir 0-dan. Yəni x mənfi 2-yə bərabər ola bilməz. Tənliyi həll etsək, x kvadrat bərabərdir 4-ə, x bərabərdir mənfi müsbət 2-yə. Burada 1 bərabərdir, bu mənfidir. Digər tərəfə keçirik əks işarə ilə, yəni müsbət olaraq. Çarpaz vururuq, x üstəgəl 2 bərabərdir 1-ə, x də bərabərdir mənfi 1-ə. İndi burada yaxı biz x almışıq, həm müsbət 2, həm mənfi 2. Dedik, mənfi 2-yə bərabər ola bilməz, çünki məxrəc 0 olur. Əgər məxrəc 0 olarsa, kəsrin mənası olmaz. Buna deyirik kənar kök. Biz onu götürməyəcəyik. Tənliyin kökləri oldu 2 və mənfi 1. İkinci suala keçirik. Bura qeyd edirəm 2, mənfi 1. Sual 2. 10% 20 qram duz məhlulunda əvvəlcə bura qeyd edirəm. Məhlul bərabərdir maddə üstəgəl su. Maddə ola bilər nə? Maddə bərabərdir duz. Burada yəni maddəmiz duzdur. Maddə ola bilər yod, spirt və s. Bizim ümumi məhlulumuz 20 qramdır. Bunun 10% maddədir, yəni duzdur. Maddə bərabərdir 20-nin 10%, 20 vur 10 bölünsün 100 bərabərdir 2. Məhlul məsələləri üçün bu düsturdan istifadə edirik. Maddə bölünsün məhlul vurulsun 100% bərabərdir məhlulun faizinə. Bizə deyir ki, maddəmiz nə qədərdir? 2. Qoyuruq yerinə 2. Məhlulumuz nə qədərdir? 20. Deyir, nə qədər duz əlavə etmək lazımdır? Bilmirik. Əlavə edilən duz x qramdır. Amma məhlulunda miqdar artır deyə x-in məhlula da əlavə edirik. Vurulsun 100 bərabərdir deyir 20% olsun. 2 üstəgəl x bölünsün 20 üstəgəl x bərabərdir. 20-ni bölürəm 100-ə. 20 bölünsün 100. Burada 20-yə ixtisar aparıram 5-də 1 və çarpaz vururam. Olacaq 5 vurulsun 2 üstəgəl x bərabərdir 20 üstəgəl x-ə. 10 üstəgəl 5x bərabərdir 20 üstəgəl x-ə. X-ların və ədədlərin yerini dəyişirəm. Olur 4x bərabərdir 10. X də bərabərdir 10 bölü 4 2,5. Nə qədər duz əlavə etmək lazımdır? 2,5 qram. Cavabımız olacaq 2,5. Üçüncü suala keçirik. Üçüncü sualda tənliyin kökləri cəmini istəyir. Sual 3. 1 bölünsün x üstəgəl 2 üstəgəl 2x çıxılsın 10 bölünsün x kvadrat çıxılsın 6 bərabərdir 0. Ortaq məxrəcə gətirsək, ortaq məxrəc x kvadrat çıxılsın 6 x üstəgəl 2 olacaq. Yəni birinci kəsrin sürətini x kvadrat çıx 6-ya, ikinci kəsrin sürətini isə x üstəgəl 2-yə vururam. Bərabərdir 0-a. Vurub atsaq, x kvadrat çıxılsın 6 üstəgəl 2x-i x-a vururam. 2x-in kvadratı 4x çıxılsın 10x çıxılsın 20 bərabərdir 0. Biz yalnız sürəti 0-a bərabər edirik. Rasional tənliyi olduğu üçün məxrəc 0-a bərabər olmur. Tənliyi həll edirəm. Oxşar ədləri toplayıram. 3x-in kvadratı çıxılsın 6x çıxılsın 26 bərabərdir 0. Diskriminant bərabərdir. Mənfi 6-nın kvadratı 4 vurulsun 3 vurulsun mənfi 26 bərabərdir. 36 üstəgəl. 12-ni vuraq 26-ya. 312 bərabərdir. 312 ilə də 36-nı toplayıram. 348. Baxırıq ki, 348-dən kök çıxmır. Burada köklər irrasional ədədlərdir. Demək ki, məxrəci 0 etməyəcək. Məxrəc 0 olmayacaq. Köklər cəmini ilə Viet teoremi ilə yazıram.
Mənfi B bölünsün A'ya bərabərdir. B'miz 6, A'mız da 3'dür. Cavabımız olacaq 2. Keçirik 4-cü suala. 4-cü sualda birinci boru hovuzu o birinden 6 saat tez doldurur. Bu birinci, bu da ikinci. Tez dolduran birincidir, x çıx 6'dır, digəri x'dir. 1 saata birinci boru 1 bölünsün x çıx 6, ikinci boru 1 bölünsün x saat doldurur. İkisi birlikte 1 saata 1 bölünsün x çıx 6 üstə gəl 1 bölünsün x bərabərdir. Ortaq məxrəcə gətirirəm. Birinci kəsirin sürətini x-a vururam, ikincisini x çıx 6'ya. 1 saata işin bu hissəsini görür. Baxın, bu 1 saata gördükləri işdir, ikisi birlikdə. Demək yazıram 1 saata 2x çıx 6 bölünsün x vurulsun x çıx 6. 4 saata deyir bütöv hovuzu doldururlar. Yəni bütöv bir hissəni. Onda çarpaz vuraq. 4 vurulsun 2x çıx 6 bölünsün x vurulsun x çıx 6 bərabərdir 1 vurulsun 1. Edəcək 2x çıxılsın 6, x vurulsun x çıxılsın 6 bərabərdir 4'də 1'ə. Yəni 1'i böldüm 4'ə. Çarpaz vururam. 8x çıxılsın 24 bərabərdir x kvadratı çıxılsın 6x. X kvadratı çıxılsın 6x olduğu kimi saxlayıram. 8x'i və mənfi 24'ü əks işarə ilə keçirdim bura. Olur x kvadratı çıxılsın 14x üstə gəl 24 bərabərdir 0. Buradan kökləri tapsaq, diskriminant bərabərdir mənfi 14'ün kvadratı. Çıxılsın 4 vurulsun 1 vurulsun 24. 196 çıxılsın 96 o da edəcək 10'un kvadratı. x1 bərabərdir 14 üstə gəl 10'un kvadratı bölünsün 2 vurulsun 1. Yəni 14 üstə gəl 10 bölünsün 2 12. Digər kökümüz mənfidir, o bizə lazım deyil. Biz tapdıq x-i 2. X 2'dir. Daha doğrusu x 12'dir. 12 çıx 6 burada da 6. Hər bir boru hovuzu təklikdə neçə saata doldurur? Biri 6, digəri də 12. 5-ci sual. Ədəd ilə onun tərsi, ədəd x-dirsə tərsi 1 bölü x-dir. Bərabərdir 6'da 13'ə. Ortaq məxrəcə gətirsək x-a, olacaq x kvadratı üstə gəl 1 bərabərdir 6'da 13'ə. Çarpaz vururam. 6x'in kvadratı üstə gəl 6 bərabərdir 13x. 13x'i əks işarə ilə bərabərliyin digər tərəfinə keçirirəm və kvadrat tənliyi həll edirəm. Mənfi 13'ün kvadratı çıxılsın 4 vurulsun 6 vurulsun 6. 169 çıxılsın. Deməli burada 36'nı 4'ə vururam. 12 2 yadda 144. Etdi 144. Hə, buradan çıxır 25. Yəni 5'in kvadratı. x1 bərabərdir. Mənfi b üstə gəl. Kök altında diskriminant bölünsün. 2 vurulsun a. 13 üstə gəl. 5 bölünsün 12. 18 bölünsün 12. 6'ya bölürəm. 3 bölünsün 2. Deməli x 2'də 3'dür. Ədədimiz olacaq 2'də 3. 2'də 3. Tərsi də 3'də 2. Altı. Kutuda 4 ağ, 9 qara kürə var. Cəmi 13 kürəmiz var. Kutuya bir neçə ağ kürə əlavə edildikdən sonra, bilmirik nə qədər əlavə edilibdir. Bu ağların, bu kürə sayı olacaq. Ağların sayı isə 4 üstə gəl x olacaq. Bu da ağların sayı. Kürənin ağ olma ehtimalını soruşur. Ehtimalın düsturunu buradan qeyd edirəm. Əlverişli hallar bölünsün mümkün hallar. İndi bizdə ehtimal ağ kürə üçündür. Onda ümumi kürələrin sayı məxrəcə yazıram. Ağ kürələrin sayı sürətə yazıram. Bərabərdir 3'də 2'yə. Çarpaz vururam.
12 üstəcəl 3x, 26 üstəcəl 2x. Yerlərini dəyişirəm. 3x-dan 2x çıxıram x, 26-dan da 12 çıxıram 14. X elədi 14. Qutuya neçə ağ kürə əlavə edildi? Əlavə edilən ağ kürələri mən x-la qeyd etmişdim. X-i tapdım 14. Doğru cavabımız olacaq 14. V qayıq bərabərdir V-yə. Çayın axını ilə 6 kilometr gedib geri qayıtdı. Burada diqqətli olun. Geri qayıtdı deyirsə. Geri qayıtdı. S bərabərdir 6. Çayın axma sürəti V çay bərabərdir 2. Düsturumuz belədir. S bərabərdir V vurulsun T. Deməli, burada A variantında bizə deyir ki, bütün yola nə qədər T vaxt sərf olundu ona görə göstərən rasional ifadəni yazın. Biz buradan əvvəlcə T-ni tapsaq, T bərabərdir S bölünsün V-yə. T bərabərdir. İndi bu 6 kilometr gedib, həm də 6 kilometr geri qayıdıb. Buradan yazıram. Gedəndə axın ilə gedib. Axın ilə. V üstəgəl V çay olur. Qaydanda artıq axına qarşı qayıdır. Qaydanda axına qarşı olacaq. V çıxılsın V çay. Onda 6 kilometr yoldur. 6-nı bir dəfə bölürəm. V üstəgəl V çaya. Üstəgəl bir dəfə də 6-nı bölürəm. V çıxılsın V çaya. İndi bizim cavabımız belə olacaq. 6 bölünsün V üstəgəl. Çayın sürəti 2. Bir dəfə də 6 bölünsün V çıxılsın 2. Yəni T'miz olacaq bu şəkildə. Rasional ifadə budur. Bunu da ortaq məxrəcə gətirə bilərik. Ortaq məxrəcə gətirsək, ortaq məxrəc V üstəgəl 2 ilə V çıxılsın 2-dir. Birinci kəsri V çıxılsın 2-yə sürətini vuracam. İkincini də V üstəgəl 2-yə. Olacaq 6V çıxılsın 12. 6V üstəgəl 12. Məxrəcdə də V üstəgəl 2 ilə V çıxılsın 2. 12-lər islah olur. 12V bölünsün. V üstəgəl 2. V çıxılsın 2. Cavabımızı buradan qeyd edə bilərik. 12 V üstəgəl 2 V çıxılsın 2. Bu bizim A variantımızın cavabı. B variantında bizə deyir ki, V bərabərdir 8 olarsa T-ni tap. T bərabərdir 12 vurulsun V-nin yerinə 8 yazıram. Aşağıda da 8 yazıram. Olacaq 10 vurulsun 6. İxtisar edirəm. 1,6. T olacaq 1,6. Keçirəm C variantına. C variantında deyir ki, bütün yola T bərabərdir. 1 saat 15 dəqiqə sərf olunarsa, 1 saat üstəgəl 15 dəqiqə 60-da 15 saatdır. İxtisar edəndə 1,4-də 1 saat edir. Yəni 4-də 5 saat. V qayıq bərabərdir sual. Burada V-ni yazmamışam. Burada V də var. Deməli, T 4-də 5-dir. 4-də 5 bərabərdir. 12V bölünsün. Aşağı bizə düstur verir. V kvadrat çıxsın 4. Yəni kvadratlar fərqi. V-nin kvadrat çıxılsın 2-nin kvadrat. Çarpaz vursam 48V bərabərdir. 5V kvadratı çıxılsın 20. 5V kvadratı çıxılsın 48V. Müsbət idi. Bura keçirdim. Bərabərdir 0. Diskriminantla həll etsək biraz uzun olacaq. Gəlin bu dəfə vuruqları ayırmayla yazaq. 5V kvadratını 5V vurulsun V yaza bilərik. 20-ni də mənfi 10 müsbət 2 yaza bilərik. Çünki belə yazanda baxın çarpaz şəkildə mənfi 50 ilə müsbət 2 mənfi 50 ilə müsbət 2 mənfi 50 ilə müsbət 2V bizə mənfi 48V'ni verir buranı. Onda bizim vuruqlarımız olacaq 5V üstəgəl 2 V çıxılsın 10 bərabərdir 0. 5V üstəgəl 2 bərabər 0 olarsa 5V buradan bərabərdir mənfi 2'ye, V də bərabərdir mənfi 2 bölünsün 5. Sürət mənfi ola bilməz. Bu boşluqluq kənar kökdür.
Buradan isə V olacaq 10. Deməli, sürətimiz oldu 10. Suallar bu qədər uşaqlar. Videonu bəyənməyi, kanala abunə olmayı unutmayın. Növbəti videolarımızda görüşənədək.